Qala Sığorta və Qala Həyat Sığorta şirkətləri xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Şirkətlərin növbəti ofisi Sibrizdə fəaliyyətə başlayıb. Açılış tədbirində Qala Sığorta və Qala Həyat Sığorta şirkətlərinin Direktorlar Şurasının sədri Kamal İbrahimov və Sibriz Resortun təsisçisi Emin Ağalarov iştirak ediblər. Bu yeni ünvan həm yerli sakinlərin və qonaqların, həm də biznes nümayəndələrinin sığorta ehtiyaclarını qarşılayacaq. Sibrizdə 21-ci xidmət ofisimizi açdıq. Cəmi ölkəmizdə bizim 36 filialımız, nümayəndəliyimiz və xidmət ofisimiz mövcuddur. Biz bu ofislərdə 40-dan yuxarı icbari və könüllü sığorta növləri üzrə xidmətlər göstəririk. Bu ofisdən biz avtomobil sığortası, əmlak sığortası, həyat sığortası və müxtəlif məsuliyyət sığortaları növləri xidmətləri göstərəcəyik. Qeyd edək ki, yeni ofisə yalnız Sibrizdə olanlar deyil, hər bir vətəndaş müraciət edərək sığortanın bütün növlərindən yararlana bilər.